Eşqin düşməni olan ehtirasın adına eşq qoyublar. Əsarətin adına azadlıq qoyublar. Reallıqların adını götürüb onun əksinə qoyublar. Və bizə qəbul elətdirməyə çalışırlar ki, belədir. Bax, ləzzətin də əksinin adını ləzzət qoyublar. Hansı şeylər ki, zahirən ləzzətdir, amma dalıcan qəm gətirir, kədər gətirir, acılıq gətirir. Allah deyir, bunları eləmə ki, ləzzət alasan, ləzzətlə yaşayasan. Amma biz necə başa düşmüşük? Biz demişik, dinsizlər ləzzət alır dünyada. Din ləzzətin düşmənidir dünyada. Ahirətdə dinsizlər əzab çəkir, dindarlar ləzzət alır. Bu bizim məntiqimizdir. Din ləzzətin düşməni deyil. Din ləzzətin ən böyük dostudur. Din bütün hökmləri ləzzəti artırmaq üçündür. Dinin bütün haram buyurduqları bunun üçündür ki, heyfdir, bu ləzzətin azalır axı. Sən ki bu içkini içirsən, elə bilirsən ləzzətləsən, başın gicəlləndi filan filan filan. Sənin daha dərin ləzzətin var idi, ruhun içindən qaynaqlanırdı, məst eləyirdi səni, daha dərin məstlik. Onun qarşısını aldı bu. Xarab elədi o. Daimən nişatu. Sevinç gərək qırılmasın, bir an belə qırılmasın.